Nəyə görə inək deyilib suraya? Səbəb nədir? Niyə inək? Doğru nə deməli? İnək. Hə? Hə? Maraqlıdır, hə? Nəyə görə, hə? Bilirsiniz, nəyə görə inək deyilib? Çünki ümumiyyətlə surələrin adlarında böyük hikmətlər var çəkilməsində. Onlardan da biri odur ki, böyük hadisələr həmişə işarə edilir. Suranın adı böyük hadisələri göstərir. Məsəl üçün Ən-Nəbə surəsi. Ən-Nəbə nədir? Xəbər. Xəbər. Xəbər hansı xəbərdir? Çox böyük bir xəbərdir. Əmmə yətəsəəlun. Səndən nə barədə soruşurlar? Yəni Nəbə'il azim. Böyük bir xəbər barədə soruşurlar. Həmən o surədə Nəbə sözü keçir. Surə də onun adı iləndir. Böyük bir xəbər. Bəqara. Nəyə görə inək adlanıb? Yəni, əslində ağıl sahibləri neynər? Maraqlanar ki, əgər bu inək adlandırılıbsa, deməli, burada inəklə əlaqədar nəsə bir qeyri-adi hadisə var. Doğrudan da elə bir hadisədir. O, İbn Abbasın gətirdiyi rəvayət gəlir ki, Bəni İsraildən, yəni Musa Aleyhisselamın dövründə hadisə baş verir. Bir nəfər öldürülür və həmən qatili tapmaq üçün Musa Aleyhisselama şikayət olunur ki, belə bir hadisə var. Allah da ona əmr edir ki, İnna Allah ya'murukum en tezbahu bakara. Allah da əmr edir ki, inək kəsilsin. Bəli. Onlar deyirlər ki, başlayırlar mübahisəni uzatmağa Musa Aleyhisselamla. Onlara əmr olunur ki, sadəcə inək kəssinlər. Onlar başlayırlar soruşmağa ki, o necə olsun, forması, onun rəngi. Axırda deyirlər ki, rəngi nə olsun. Yəni, elə bil ki, Allahın əmrini itaat etmək istəmirlər. Və sonda nəsə o hadisə baş verir, inək kəsilir. İnəyin bir parçasından götürülüb, həmən ölüyə vurulur və ölü dirilir. Yəni, bu hadisə belə başlayıb. Yəni, ona görə həmən o inəyin adına görə Bəqara surəsi deyilib. Çünki inək kəsilməklə qurban verilib də Allah yolunda. Kəsilməklə, onun ətindən ölüyə vurmaqla dirilmə hadisəsi baş verib. Nədir? Axirətdən kiminsə qayıtması. Bəzən olur, insanlar söz edir, oradan gələn var mı? Vallahi gələn var, Quranda var gələn. Yəni, İsrail, onu hətta müsəlmanlar yox, qeyri-müsəlmanlar din sahibləri, əhli kitab təsdiqləyər o hadisəni. Adı Peyğəmbər özü axirətdən. Yəni, insan axirətdən qayıdıb, bərzəx aləmindən qayıdıb. İnsan öldürülüb, artıq bərzəx aləmindədir o, keçid aləmində. Allah təala onu deyildib. Və Bəqərə surəsinə ümumiyyətlə fikir versək, Quran elə tərtib olunub, Quranın ilk nazil olan ayələri onun sonundadır. Və Bəqərə surəsi Quranın biraz nisbətən ağır surələrindəndir, öndə gəlib uzundur. Onun üçün səbir lazımdır onu oxumağa. Amma əslində, yəni bir dinə yeni gələn insan və ya İslamla maraqlanan insan diqqətlə oxusa görər ki, həqiqətən Bəqərə surəsi doğrudan da əzəmətli surələrdəndir ki, insana dünya və axirət həqiqətini başa salır. İnsanların ən böyük problemləri nədir? İman gətirməyənlərin. Bəzi, dirilişə inanmamaq. Bəqərə surəsinin çox yerlərində də bu hadisələr var. Bəqərə o həmən inəyin kəsilməsi, onun ölünün dirildilməsi, Allah da onunla insanlara ölünün necə dirildəcəyini göstərir. Allah da ölüləri dirildir. Sonra Bəqərə surəsində dirilmə hadisələrindən hansıdır? Quş məsələn. İbrahim Aleyhisselamın quşları kəsib öldürməsi, sonra Allah təala onları təzədən cəm edir. Bundan göstərir ki, Allah təala hər şeyə qadirdir. Sonra o şəxs ki gəlir, bir yerdən keçir, deyir ki, Allah təala bu ölmüş yeri necə dirildə bilər? Yanında uzun qulağı olur, isti yeməyi olur. Fəəmətəhullahu miyyətə əm. Allah da onu 100 illik öldürür. Sonra bə'sə, sonra onu dirildir. Qalə, kəm ləbist. Nə qədər qaldın? Deyir ki, ləbist yolman av ba'də yom. Deyir ki, bir gün qaldım və ya bir gündən daha az qaldım. Bir gün bir hissəsin qalır. Və bir də baxır, görür ki, artıq uzun qulağı ölüb, sümükləri qalıb ortalıqda. Bu tərəfdə də yeməyi isti qalıb. Yəni, Allah da ziddiyyətli bir şeylər toplayıb bir yerə. Fikirlərin ziddiyyətdə. Bu ölüb, 100 il qalıb orada, ölü vəziyyətdə. Bu tərəfdə uzun qulağı ölüb, sürsümüyü qalıb, bu tərəfdə yeməyi isti qalıb. Yəni, bu nə göstərir? Bu göstərir ki, Allah təala bütün maddi aləmi özü idarə edir. Yəni, bizim bildiyimiz maddi aləm hamısı Allah təalanın istəyindən
Və Allah Taala üçün heç bir sərhəd yoxdur. Onun qüdrətini göstərir, həmçinin diriltməyi göstərir. Sonra Allah Taala ona deyir ki, sən bax gör necə biz onu dirildirik. O görür ki, sümüklərdə ət əmələ gəlir, ətin üstündə damaqlar və dəri və heyvan qalxır ayağa. Bu böyük bir hadisədir. Böyük bir hadisədir və o həmin qissədə də keçən şəxs Bəni İsraildə olan peyğəmbərlərdən biri olur. Yəni Allah Taala ona öz qüdrətini göstərir. Təbii ki, onları yəni peyğəmbərlər şək eləmirlər, şübhə eləmirlər. Sadəcə yəni yəqinləri artsın deyə İbrahim deyir ki, "Əvələm tu'min?" Qalə bələ. Deyir, məyər iman gətirməmisən? Deyir, bələ, əlbəttə iman gətirmişəm. "Vələkin liyatma'innə qalbi." Lakin qəlbim rahatlıq tapsın deyə, yəqinliyim artsın deyə. Ona görə yəni Bəqərə surəsi var, çoxu olur ki, fikirləşir ki, nəyə görə görəsən Bəqərə? Yəni inəyin adı. Çünki orada böyük hadisə baş verib. Söhbət inəyin kəsilməyindən getmir. Söhbət insanın dirilməyindən gedir. Yəni bir insan ölüb, ruhu çıxıb, ərzaq aləmindən, axirət aləmindən dünyaya qayıdır. Böyük hadisə baş verib. Ona görə bu böyük hadisəyə görə həmən inək suranın adına verilib. Suranın adı inəyin adı ilə əlaqələndirilib. Və həmçinin orada başqa hadisələr var. Dirilməyi göstərir. Əslində çox böyük surələrdəndir. Və Peyğəmbərimiz deyir ki, "Əxluha barakə", yəni bu surəni götürmək və həmçinin Ali İmran surəsini onları əzbərləmək, öyrənmək, oxumaq bərəkətdir. Həmçinin deyir ki, onlara bu surələri yiyələnən, onu oxuyana qarşı heç bir sehir təsir etməz. Bakarıyla alınana. Bəli, Okuyana. Hədis orada. əzbərləyən, daimi oxuyan, əzbərləyən, təbii ki, əzbərləyən onu daim oxumalıdır. Oxumasa onu əzbərləmiş sayılmaz. Yəni bir insan əgər Bəqərə surəsini əzbərləyibsə, onu hər gün yəni daimi oxumalıdır. Hər ay onu ən azından bir dəfə və ya bir neçə dəfə oxumalıdır. Yoxsa onu saxlaya bilməz. Yəni bir insan əgər Bəqərə surəsini ayda bir dəfə ən azından oxumasa, onu saxlaya bilməz. Bəs ümumiyyətlə o evdə tutaq ki, qoşmaq Bəqərə surəsi ki, hansı qayda xüsusun? Qulaq asmaq onun da yəni müəyyən savabı var, amma o yəni oxumaq qədər deyil. Qulaq asmaq da bəli, yəni savabı var. Bəs ümumiyyətlə onun necə deyim sizə, bu cinlərə qarşı nəsə bir təsiri var mı? Bəlkə də ola bilər, əgər zərurət varsa, insan oxuya bilmirsə xüsusən də. Bəlkə də. Olabilir.